Sırayla düzülən məzar daşları. Kimisinin baş daşı mərmərdən, üstündə şəkli, altında ömürdən qalan bir neçə söz. Kimisinin isə sadə bir daş parçası, nə şəkli var, nə tarixi, adı belə güclü oxunur. Hər daşın bir adı, hər adın bir həyatı, hər həyatın isə arxasında bir ailəsi, bir hekayəsi dayanır. Son zamanlar isə əvvəlcədən qəbir yeri götürmək, belə desək, dəb halını alıb. İnsanlar hələ sağ ikən nə zaman öləcəklərini bilmədikləri halda ödəniş edərək özləri və ya yaxınları üçün qəbir yeri rezerv edirlər. Amma dəfn üçün qəbir yerlərini də bir çox hallarda pulla almalı oluruq, deyir sakinlər. Hamısını kvadratını satırlar da yer. Dostumun da yaxın adamdır, onun başına gəlib. İndi yola verməli də, eləməli də, dəfn eləməli də. Ödəyiblər, eləyiblər. Nə qədər ödəyiblər? Vallahi onu dəqiq bilmirəm də. Qaynanam, anam hamısı rəhmətə gedib olmayıb bizdə elə bir şey. Babam əvvəldən alıb qoyub o vaxtı. Ondan sonra eşitməmişəm. Neçə almışdı? Ramana tərəfdən almışdı $100 deyəsən. Üstəlik vəfat edənin yaxınları dəfn üçün boş torpaq sahəsi tapmaqda çətinliklə üzləşirlər. Əvvəlcədən ehtiyatını tutub məzar yeri götürən şəxslər bu prosesi nisbətən rahat keçirsələr də, digərləri vəfat edən şəxsi harda dəfn edəcək problemi ilə də qarşı-qarşıya qalırlar. Qəbir yerlərinin qiyməti yerləşdiyi əraziyə görə dəyişir. Xüsusilə Bakı və Bakı ətrafı kəndlərdə dəfn prosesi ölü sahibinə əməlli başlı dərd olub. 500 manatdan 5000 manata qədər və bəzi hallarda bu məbləğ daha da yuxarı olur. Ölünün dərdi bir yana, dəfn xərcləri və məzar yerinin alınması dərdi də əlavə bir qayğıdır. Mütəxəssislər deyir ki, qəbir yerlərinin satışının və yaxud rezerv olunmasının qanunla heç bir əsası yoxdur. Yalnız bir istisna hal mövcuddur. Belə ki, ər və ya arvad vəfat etdikdə həmin şəxslərin dəfn olunduğu məzara qonşu olan məzarı rezerv etmək hüququ vəfat edən şəxslərin həyat yoldaşına verilir. Qəbir yerlərinin qabaqcadan satışı və yaxud da ki, qabaqcadan rezerv olunması, bronlaşdırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Və eyni zamanda əgər tutaq ki, vətəndaşlar tərəfindən artıq tutulmuş ərazi varsa, qəbirstanlıq, ailə qəbirstanlığı deyə artıq hasarlanmış bir ərazi varsa, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə uyğun olaraq müvafiq sənədlər təqdim olunmaqla həmin əraziyə dair çıxarış əldə edilməsi mümkündür. Amma bu onu özündə etibar etmir ki, vətəndaşlar daha öncədən özləri üçün qəbir yerlərini əldə edə bilərlər. Ekspertlər deyir ki, qəbirstanlıqlar bələdiyyələrin tabeliyinə tam keçməsə, problemlər hələ də həll olunmamış qalacaq. Müəyyən məsələləri bələdiyyələr nəzarət eləyə bilir ki, belə dedə çöldən çölə. Amma faktik olaraq gözə görünməyən o qüvvələr ki var, orada həm o qiyməti müəyyənləşdirirlər, həm orada müəyyən mənada belə deyək də narazıçılıq yaradırlar. Qəbirstanlıqların bələdiyyənin mülkiyyətinə tam şəkildə verilməsi və o cümlədən həmin ərazidə olan o demək obyektlərin, məzar daşı sexləri və digər istiqamətdə olan məsələlərin həlli bilavasitə həlli məsələsinin bələdiyyələrə verilməsi və bələdiyyələrin tələb edilməsi. Və nəzərə alın ki, bu günə kimi, yəni həmin 20-ci ilə kimi, hansı ki o əvvəl olubdur, vətəndaş, əhali vətəndaşları xidmət trestinin balansında və buna müvafiq dövlət tərəfindən müəyyən maliyyə vəsait ayrılıbdır. Konkret olaraq bu gündən bəlkə də o vəsait ayrılır və həmin o vəsaitin müəyyən bir qisminin də bələdiyyənin büdcəsindən ayrılması həyata keçirilmiş olsa, bələdiyyə də konkret öz ərazisində tam şəkildə nəzarət eləyə bilər. Bəs vəfat edən şəxs kimsəsiz olarsa, qəbir yeri ayrılması prosesi necə həyata keçirilir? Kimsəsiz olan vətəndaşlarımızda da əgər yenə də qeydiyyatı, aidiyyəti üzrədirsə, Masazır kəndi üzrədirsə, bütün proseduru dəfn xərclərindir, dəfn olunmasıdır, hər bir şeyini bələdiyyə olaraq öz üzərimizə götürürük, özümüzə edirik. Ölüm kağızı təqdim olunur, təqdim olunandan sonra həmin ərazi üzrə, Masazır kəndi üzrə ərazidə yer ayrılır, tək nəfərlik yer ayrılır, dəfn prosesi baş verir. Mütəxəssislər onu da əlavə etdi ki, qəbirstanlıqlar vahid bir quruma təhvil verilməlidir. Daha dəqiq desək, idarəetmənin bütövlükdə bələdiyyələrə verilməsi təmin edilməlidir.